Bir yaşlı qadına yardım uzadır, sonra o yardımı geri alır. Salam, mənim Azərbaycan xalqım. Öncə sizin Novruz bayramınızı və müqəddəs Ramazan bayramınızı təbrik edirəm. Bu haqda yardımı verib geri almaq barədə sonda video çarx olacaq, ona baxıb münasibət bildirərsiniz. Neçə illərdir də bir məqama, bir fikrə sizin diqqətinizi cəlb etmək istəyirəm. Lakin hər zaman bu fikrindən daşınıram, öz həyama sığınıram deyəkmi, ar edirəm deyəkmi. Bilirsiniz, mənim atam da, Allah və nəzər rəhmət eləsin, xeyriyyətçi olub, mən də gücüm çatanı eləmişik. Yəni, biz edəndə öz cibimizdən, öz malımızdan etmişik. Və yardım edə bizim, belə deyək, 3 maşınımız var isə biri qalıb, sonda o bir dənə də qalmır. 3 evimiz olubsa, ikisini də xərcləmişik bu yardımlara. Bugünkü gün yardım edənlər, hətta öz cibindən yox ha, ondan alıb buna verir, bundan alıb olur. Qardaş, bunların maşını artır, evi artır. Jiguli İnamarkaya çevrilir. Bir balaca daxma villaya çönür. Bu necə olur? Mən hamıya həvalə etmirəm. Yəqin ki, millətim hər şeyi gözəl bilir. Allah keçsin onların günahından keçəcəksə, Allah hidayət eləsin onları. Və keçək bu video çarxa. Baxın, görün insan nə ilə məşğuldur və bunun niyyəti, məqsədi nədir? Ağzınız nə oldu? Allah sizə ömür versin. Allah can sağlığı versin. Sizə ərzaq, ət gətirmişik. Maddi dəstəyidir. Niyə yerə qoydunuz? Yerə qoymadın. Bu görə insan adam hörmətlə yanaşa çörəyə. Ay, 40 dəfə yardımını istəyirsiniz. Gəldiyiniz yardımı da vurub atdan çıxardasınız. Taş buranı. Lebiyo, mən qoy ləyəqsiz olum. Qoy mənim ləyəqim olmasın. Çörəyi əlində saxlamağı bilmirsən. Yerə qoydun. Olmaz. Öncə onu deyim ki, bu çörək paketin içindədir. O çörək heç bir şey olmadı. İkinci, o qadın düşüb sənin arxanca ki, vallahi mən yerə yox, qırağa qoydum. Yəni, o yardıma ehtiyacı var, sənin isə ürəyində.